Garaj 44 olaraq Amerikadakı avtomobilləri təhvil verdikdən sonra Koreyadakı avtomobilləri təhvil verməyə gəlmişik. Artıq konteynerdan maşınlar düşürülür. Bizim maşınlar da artıq bəziləri parkingə getdi. İndi isə gedək, bizim Emin adlı müştərimiz var. Onun avtomobilinin videosunu çəkək. Emin bizdən hardasa bir 12 ədəd avtomobil alıb indiyə kimi. 13-cü maşını gəlib, gedək avtomobili çəkək. Avtomobillər konteyner daxilində yüklendikdə akkumulyatorlara ayrılır. Yanma təhlükəsini aradan qaldırmaqdır. İndi avtomobili kodladıq, indi aparıb parkingdə saxlamalı.